Neçə milyon il bundan əvvəl yaşayıblar? Adı 150 milyon. Aha. Və insan deməli, ilk insan məskənlərinə harda rast gəlmişdi? Hansı materikdə demişdik? Materikdə? Hə, hansı materikdə? Afrikanın Asiya. Bəli, Afrikanın cənub şərqində 3,2 milyon il bundan əvvəl, eləmi? Bəli. Azərbaycanda bəs hansı rayonlarımızda onun izləri var? Qobustanda falan. Aha, sonra qədim mağaraları soruşdum. Qobustan, Kəlbəcər. Aha. Azıq mağarası. Mingəçevirözü, Naxçıvan. Bəli. Aha. Daş dövrü neçə mərhələyə bölünür? 3. Hansılardır? Orta, yeni, yox. Qədimdən Orta, başlayır. deməli. Qədim, Qədim, orta, yeni, bir də Missaş dövrü. hə, qədim, orta, yeni, bəli. Aha, qədim daş dövrünün hansı mərhələləri var idi? Alt, orta, bir də üst paleolit. Alt paleolit əlamətlərin sadaları, hansı əlamətlər var? Eramızdan əvvəl 100 min il, eramızdan 100 min il bundan əvvələ qədər davam etmişdir. Bəli, 3,12-dən 100 min da. 3,12-dən 100-ə qədər, aha. Bacarıqlı insan dediyimiz insan həmin vaxt yaranmışdır. Homo sapiens yox. Yox. Elə bacarıqlı da dayan da, bacarıqlı yaranmışdı. Aha, bəli. Sonra nə ilk dəfə mədəniyyət təbii adlanırdı? Bəli. Bəli, təbii oddan da istifadə. Nə mədəniyyət Quruçay adlanırdı? mədəniyyəti. Hə, Quruçay dərəsində olduğu üçün Quruçay mədəniyyəti, bəli. Sonra hansı mağara kəşf olunmuşdu? Alim də kəşf etdi. Bəli, Azıq mağarası. O alimin adı nə idi? Kəşf elədi orada. Mehmet Ali Hüseynov. Aha, neçənci ildə? 1968-də. Bəli. Aha. Bəli. Sonra orada bir də Səid ocaq izlərinə rast gəlmişdi. Neçə min il bundan əvvəl? 700 min. Bəli. Aha. Bir də heyvan kəllələrinin üzərində nə var idi? Çiziklər var idi. O da ilk dini ayindən Bəli, əlamət totem idi. olsunların olduğuna dəlalət edir. Qədim insanın ilk əmək alətləri hansılardır? Nələr olmuşdu? Sivri daş dəyənək, bir də nə idi? Bitkiyi çıxartmaq üçün nədən istifadə edirdilər? Yer qazan çubuq. Hə. Çubuqla qazıb çıxartır. Onda təsərrüfatın hansı forması var idi? Yığıcılıq. Bir də, bəli, ovçuluq. Həm də nə təsərrüfatı idi? İstek, Yox, yox, mənimsəmə. Hələ ki mənimsəmə. O sonra yarandı. Mənimsəmə təsərrüfatı idi, yığıcılıq, ovçuluq vardı, Quruçay mədəniyyətini dedik, azığı dedik, ilk təbii ot, totem olsun. Bir də bacarıqlı insan, bəli. Bacarıqlı insanın əlamətləri nə idi? Elə bir ki, danışamırdı, Bəli. amma bir tek qanlıqlı idi da. Heyvan kimi də elə bil əllərində elə bil ayaq kimi qabağa əyərək, eləmi? Bir də o halda insanlar nə halında yaşayırdı həmin vaxtı? Nə dedilər ona? Ulu. Ulicma. Ulicma, bəli, hə, ulicma. Çünki ulicmada nə idi? Kör təbii surətdə vəhşi heyvanlardan, təbii hadisələrdən qorxduğu üçün belə də düşüncə yox idi, dərrakə yox idi, elə bir-birinə heyvan kimi də belə sığınıb yaşayırdılar. Aha. Bir də paleolit dövrünün abidələri dedik, hansı mağaralar, bir azığı dedik. Azıq mağarası hal-hazırda hansı rayonumuzun ərazisindədir, Səid? Füzuli, bir də Xocavənd. Xocavənd, bəli, Füzuli kilometrinə verilir Xocavənd rayonu ərazisində. Bəli, sonra Qazaxda hansılar var idi? Damcılı Rəsalahlı. Aha, bəli. Naxçıvanda Oğlan qala. Qazma, eləmi? Ha, Qazma. Bəli, Qarabağda da Azıq. Kəlbəcərdə Zar. Bəli. Tağlar, bir də Aha. Azaq. Aha, Lerikdə. Uzeyir. Aha, Mingəçevirdə. Sarıca, nəsə Yox, qərib bir şey var. Qaraca. Aha, Qaraca, bəli. Neysə, bunları biləndə olur, yəni at paleolit bunları biləndə olur, Səid. Aha. Bəli, keçirik orta paleolit dövrünə. Orta paleolit dövrü neçədən neçəyə qədər əhatə edir? 135-ə. Aha. Deməli, orta paleolitin əlamətlərini sayaq, nələr olmuşdu? Neandertal tipli insanla tapıldı. Almaniyada Neandertal vadisində 1856-cı illik qazıntılar nəticəsində tapılmışdı. Yer adı ilə bağlı olduğu üçün elə adlanır. Aha. Sonra ilk dəfə süni odla tanış olmuşdular.
Sonra ana xaqanlığı Yox, yox. Ora keçmirik. nəsə şey eləmişdir. Şeyə inam yaranmışdı. Nəsə bir şeyə. Nə idi? Biz məsəl üçün Dəqiqə. totem olsunu dedik şeydə, Apollo'da. Burada o nə yarandı? Axirət dünyası inam yarandı da. Onu deyəsiydim elə. Hə, axirət dünyasına inam ilk dəfə orta polda yarandı. Bəli, din və axirət dünyası inam. Sonra burada bir də yer adına bağlı olduğu üçün Fransada nə mədəniyyət adlanırdı? Musiya. Musiya mədəniyyəti. Bu da Fransada yer adıdır. Abidələr də yenə hansılardır? Qazaq, Qazaq, bir də Qarabağ, Naxçıvan, Qarabağ, bəli, o Apollo'da kimi də onları da bura aid edirik. Sonra gəlir üst paleolit dövrü. Aha, neçənci minilliklərə aid edir? 12-yə qədər. Bəli. Aha, bu dövrdə nə baş verdi? Bu dövrdə artıq ana xaqanlığı yarandı. Sonra qəbli icması ulu icmanı əvəz elədi. Bəli, ulu icma artıq atının ortada ulu icmadır. Üstdə artıq qəbilə yarandı, ana xaqanlığı. Sonra hansı insan yarandı? bacarıqlı insan da ağıllı insan əvəz elədi. Homo sapiens dediyimiz. Fərqi nə idi o birislərdən? Nitq var idi, səsi nitq var idi. Artıq qaməti tam düzəldi, bir də səsinik, bəli, və bir-biri artıq danışırdılar, bəli, o formalaşdı. Sonra burada da insanlar hələ harada yaşayırdılar? Mağaralarda. Mağaralarda, bəli, qazmalarda, yerüstü komalarda. Bu dövrdə həmçinin bir də nə yaranır? Daş və sümük üzərində nə edirdilər? Daş və nə? Daş və sümük üzərində nələr? İncəsənət işləri. Bəli, incəsənət nümunələri, yəni işləyirdilər, bu da var. Bəli, bir də orada nəsə düzəltmişlər bir çayla əlaqəli. Sallar. Sallar nə idi? Elə bir çayın bir sahilindən digər sahilinə keçmək üçün düz bir taxta, gəmi kimi. Taxtaları bir-birinə bağlayırlar, uzun-uzun belə də ağac. Onları bağlayırdılar, o tərəfə keçmək üçün bəli istifadə. Bu da gəmiçiliyin belə deyək, onların olduğunu bəli göstərir.